Lakin digər səhih hədisi İbn Baz rahimehullah qeyd edir: "Əd-duau huvel-ibadə." Dua özü ibadətdir. Dua özü nədir? İbadətdir. Və Allah Subhanahu taala həmçinin biraz öncə keçən ayədə buyurdu ki: "Və qala rabbukum ud'uni astecib lekum innellezine yestekbiruna an ibadeti seyedkhuluna cehenneme daxilin." Rəbbiniz dedi ki, mənə dua edin, mən də sizə icabət edim. Həqiqətən mənə ibadət etməkdə təkəbbürlük göstərən kimsələr cəhənnəmə zəlil olaraq daxil olacaqlar. Və Allah Taala duanı ibadət adlandırdı. Baxın, Rəbbiniz dedi ki, mənə dua edin, mən də sizə icabət edim. Ardınca nə dedi? Mənə ibadət etməkdə təkəbbürlük göstərənlər cəhənnəmə zəlil olaraq daxil olacaqlar. İnnellezine yestekbiruna an ibadeti dedi. Yəni, mənə ibadətdə təkəbbürlük göstərən kimsələr. Yəni, mənə dua etməkdə təkəbbürlük göstərən kimsələr. Fəduau huve en yaddarra ilallahi yed'uhu. Yəni, dua insanın Allaha yalvararaq, Allahın qarşısında zəlil olaraq dua etməsidir. Ondan bir şey tələb etməsi və istəməsidir. Və yes'aluhun necate və yes'aluhur rizqa. Kull hada ibadə. Yəni Allahdan ruzi istəyir, Allahdan doğru yol üzərində olmağı istəyir, qurtulmağı istəyir. Və bunların hamısı nədir? İbadətdir. فَإِذَا صَرَفَهَا لِلصَّنَمِ أَوْ لِلشَّجَرِ أَوْ لِلْحَجَرِ أَوْ لِمَيِّتٍ صَارَ مُشْرِكًا بِاللّٰهِ عَزَّ وَجَلَ. Əgər o bu duanı Allahdan qeyri bütə, ağaca, daşa və yaxud da ki meyitə sərf edərsə, Allahdan gerisinə dua edərsə, artıq Allaha şərik qoşmuş olar. فَيَجِبُ الْحَذَرَ مِنَ الشِّرْكِ كُلُّهُ دَقِيقُهُ وَجَلِيلُهُ وَاَنْ تَكُونَ الْعِبَادَةُ لِلّٰهِ وَحْدَهُ. Və buna görə də dəyərli müsəlmanlar, şirkin bütövlüklə hamısından çəkinmək vacibdir. Böyüyündən də, kiçiyindən də, gizlində olandan da, aşkarda olandan da hamısından çəkinmək vacibdir. Və ibadət hamısı yalnız Allah üçün olmalıdır. Lakin duaul hayyil hadiril qadiri vel isti'anatu bihi fi şey'il maqdur alayhi la ba'sa bihi ve la yu'tabaru dakhilan fi şirki. Yəni yanında olan və qadir olan kimsədən nəsə bir şey istəmək və yardım tələb etmək, qadir olduğu şeyi istəmək, bu bura daxil deyil və bu şirk sayılmır. Bəzən görsən ki, yəni şirkə düşən kimsələrə etiraz eləyəndə nə deyirlər? Deyirlər ancaq şirk, 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 yəni hər şeyə şirk deyirlər. Deyirsən, deyir, həkimə getmirsən, deyir. Həkim sənə deyir, resept yazmır, deyir. Və yaxud da ki, nə bilim, başqa misallar gətirirlər. Halbuki bunun buna bir aidiyyatı yoxdur. Deyirsən, kimisə çağırmırsan köməyə. Sanki biz ona şirk deyirik. Yəni bu bizə rəddiyə olaraq, yəni deyir ki, yəni bəs sən kimisə köməyə çağırmağın, kimləsə yardım tələb eləməyin bu şirk deyil. Yəni bu bura daxil deyil. Bu ibadətə daxil deyil. Bu ibadət hansı ki biz dediyimiz şirk, insanın Allahdan gerisinə dua etməsi, Allahdan gerisindən yardım istəməsi, Allahdan gerisinə sığınması, bu bura daxil deyil. İnsan yanında olan, diri olan kimsədən qadir olduğu şeyi istəməsi, bu şirk deyil. Bu şirk deyil. Yəni فَلَوْ قُلْتَ لِأَخِيكَ الْحَاضِرِ يَا عَبْدَ اللّٰهِ اَعِنَّ عَلَى قَطْعِ هَذِهِ الشَّجَرَةِ اَوْ عَلَى حَفْرِ هَذَا الْبِرِ فَلَا بَأْسَ بِذَٰلِكِ. Və İbn Baz rahimehullah buyurur ki, yəni ki, sanki sən yanında olan qardaşına deyirsən ki, ey qardaşım, mənə bu ağacı kəsməyə yardım elə və yaxud da ki, bu quyunu qazmağa mənə yardım elə. Yəni bu adi bir şeydir, bunda bir problem yoxdur. Necə ki, Musa Peyğəmbərin qissəsində Allah Taala buyurur ki, فَاسْتَغَاثَهُ الَّذ۪ي مِنْ شِيعَتِهِ عَلَى الَّذ۪ي مِنْ عَدُوِّهِ. Yəni deyir ki, öz qövmündən, öz qəbiləsindən olan kimsə, Musanın öz qəbiləsindən olan kimsə, düşmən qəbilədən olan kimsəyə qarşı Musadan yardım istədi. İstiğasə keçdi burada. Fəstəğasəhu dedi. Yəni istiğasə özü nədir? İnsan çətin anında, çətinə düşdükdə yardım istəməsi. Bir var məsəl üçün digər vaxtlarda isti'anədir bu. Digər vaxtlarda deyək ki, normal bir vaxtda Allahdan yardım istəyirsən. Aydındır, bu isti'anədir. İstiğasə, yəni çətin vaxtında yardım istəmək. Baxın, Allah Teala Quran-ı Kərimdə dedi ki, Musanın qəbiləsindən olan, onun tayfasından olan kimsə
düşmən qəbilədən olan kimsəyə qarşı Musadan yardım istədi ki, mənə yardım elə. Əl-ayətu istiğathətul İsraili aləl-qibti. Yəni, İsraildən olan, İsrail oğullarından olan kimsə, Qibtilərdən olan kimsəyə qarşı Musadan yardım istədi. Çünki Musa ona yardım etməyə qadir idi. Allah Teala bunu bizə Quran-ı Kərimdə xəbər verir.